Tumdan bitən meyvə ağacları niyə illərlə meyvə vermir? Və nə etmək olar ki, tumdan bitən meyvə ağacı qısa zamanda məhsul versin? Bu barədə danışacağım bu videoda. Əgər maraqlıdırsa, ekrana biraz yaxın oturun, kanalı çevirməyin, biz başlayaq. Salam bağbanlar və bağ həvəskarları, hər birinizi salamlayıram. Artıq dedim, bu videoda nədən danışacağım? Tumdan bitən meyvə ağaclarının tez məhsul verməsi üçün nə etmək olar? İlk öncə ondan başlayaq ki, tumdan bitən meyvə ağacları niyə gec məhsul verir? Tumdan bitən meyvə və yaxud da tumdan bitən ağac o fikirləşir ki, ilk öncə kökünü formalaşdırsın, qol budaq açsın, yaşıl kütləsini çoxaltsın və bütün bu prosedurları keçəndən sonra artıq meyvə verib nəslinə artırsın. Yəni bu bir xəstəlik deyil, bu təbiətin qanunudur. Bitkilərin və yaxud bitkiləri demək, canlıların nəsil artırması üçün müəyyən bir vaxt lazımdır. Əgər bu limondursa, limon 6-8 il gözlətdirir. Əgər bu almadırsa, alma 7-10 il özünü gözlətdirə bilər. Qoz ağacıdırsa, 10 ildən 15 ilə kimi, hətta püstə də o qədər vaxt çəkir, tumdan bitirsə. Yəni bu tam normal bir şeydir. Təbiət qanunudur. Bitki ilk öncə özü formalaşmalıdır ki, ondan sonra məhsul verə bilsin. Və tumdan bitdiyi üçün bu arada bundan qabaqki videoların birində danışmışam. Tumdan bitən hansı ağaclar, hansı meyvə ağacları, hansı meyvələr öz sortunu saxlayır, hansı saxlamır. Maraqlıdırsa girib baxa bilərsiniz. Bir neçə video qabaqdadır. Deməli, tumdan bitən ağac demək olar ki, vəhşi olur. Onlar öz ana xüsusiyyətlərini saxlamırlar. Ona görə yenidən öz xüsusiyyətlərini formalaşdırmağa başlayırlar və əsasən cır olurlar. Deməli, indi videonu çox uzatmayım. Keçək əsas məsələyə. Nə etmək lazımdır ki, tumdan bitən meyvə ağacı 6, 8, 10, 15 ilə yox, 4 ilə, 5 ilə məhsul versin. Birinci üsul ağacın calaq olunmasıdır. Tumdan bitən 2 illik ağacı göz calağı ilə istədiyiniz, xoşladığınız bir sort ağacın budağından kəsib göz calağı ilə calaq eləyirsiniz və növbəti 2-3 ildə artıq siz məhsul alacaqsınız. Yəni siz yeni formalaşmaqda olan körpə, cavan bitkiyə artıq formalaşmış, artıq məhsul verən bir ağacın budağını gətirib, yetkin bir ağacın budağına gətirib calaq eləyirsiniz, ondan davam edir deyə növbəti 2-3 ildə artıq bu ağac məhsul verəcək. Ən çox da bu limonda olur. Limon çox sevir bunu. Amma bu %100 də tam calaq elədiniz, bu demək deyil ki, %100 o 2-3 ildən sonra meyvə verəcək, quluqdan da asılıdır. Növbəti ikinci üsul budama. Budama üsuludur. Yəni ağaclar biz nə sevirik? Biz sevirik ki, ağac çox tez böyüsün. Dikinə qalxsın. Ağacın yana gedən budaqlarını başlayırıq, kəsirik. Ağac dikinə qalxsın, yüksəlsin. Ağacın meyvələri dikinə qalxan budaqlarda olmur. Yana gedən budaqlarda olur. Hətta xüsusi bir texnika var ki, ağacı məhsul verməyə məcbur etmək istəyirsinizsə, onun budaqlarını 45-30 dərəcə əyirlər. Xüsusi bir dəmir parçası ilə onu əyirlər və yaxud da budağa ağırlıq bağlayıb əyirlər aşağı. Yəni ağacın məhsulu dikinə gedən yox, yana gedən budaqlarında olur. Ona görə də ağacınızı düzgün budamalısınız. Bu ikinci üsuluydu. Üçüncü üsul ağacın düzgün qidalandırılması. Qidalandırmanın böyründə gübrələnməsi sözünü də
qoyacağam. Biz nə istəyirik, biz nə xoşlayırıq? Biz xoşlayırıq və yaxud da sevirik. Hər yaz ağaca peyin vermək, orqanik gübrə verir, peyin veririk. Hər yaz azot gübrəsi veririk. Xoşlayırıq ki, ağac gür böyüsün, çoxlu qol-budaq versin. Çoxlu qol-budaq verən, çoxlu yarpaq kütləsi olan ağac məhsul verməyəcək. Çünki ağac deyir ki, mən hər şeyim qaydasındadır da. Mən yarpağım var, budağım var, özümü yaxşı hiss eləyirəm. Mən niyə məhsul verim? Mən niyə nəsil artırım? Dəfələrcə demişəm, bütün canlıların əsas funksiyası nəsil artırmaqdır. Ağaclardan nəsil artırmaq meyvə verib, meyvə ilə nəsil artırmaqdır, onun içindəki tumla. Ağaclarda da çiçəyin meyvəyə formalaşdırması ağacın gücünü çox alır. Ağac görəndə ki, gücü çatmır, çiçəklərini tökür. İndi yaxşı yer əkmisiniz, günəş tutan yerdə, əgər günəş sevən ağacdırsa. Günəş tutan yerdə, küləkdən qorunan bir yerdədirsə, suyunu verirsiniz, gübrəsini verirsiniz, ağac niyə məhsul versin ki? Yəni, niyə özünə əziyyətə salsın? Deməli, burada azot tərkibli orqanik gübrə, peyin yox, azot yox, kalium və fosfor tərkibli gübrələr vermək lazımdır. Dəfələrcə demişəm. Kalium meyvənin, yəni növbəti il üçün meyvənin çox olması, bu bir. Sonra çiçəklərin çox olması, iki. Meyvənin xarici görünüşünün gözəl olmasına cavabdeh olan gübrədir. Fosfor isə bitkinin kök sistemini gücləndirir, yaxşılaşdırır, möhkəmləndirir. Güclü, möhkəm olan kök sistemli ağac torpaqdakı gübrələri, ona lazım olan maddələri yaxşı mənimsəyir, ona görə də ağac güclü olur. Yəni, siz burada artıq seçim edirsiniz. Ağacın qol-budaq atmağını istəyirsiniz, yoxsa meyvəsini istəyirsiniz. Meyvəsini istəyirsinizsə, azotu qoyursunuz qırağa, kalium və fosfor verirsiniz. Yox, ağacın böyüməsini istəyirsinizsə, o zaman azot tərkibli, orqanik və yaxud da ki, satılan kimyəvi dərmanlardan verirsiniz. Bu oldu üçüncü. Dördüncü, su. Su stresi. Ən çox da bu sitrus bitkilərinə aiddir. Çiçək vaxtı sitrus bitkilərini az su stresinə salmaq lazımdır. Suyunu azaldırsınız, tamam kəsmirsiniz. Suyunu azaldırsınız ki, stresə düşsün. Stresə düşmə barədə başqa bir şey dediyim, dəfələrcə demişəm. Deməli, bizdə bu dədə-babadan qalma belə bir şey var, bir adət-ənənə var. Əldə balta gedirlər ağacın üstünə, ağacı başlayırlar qorxutmağa. Deyirlər, nə bilim, bar verməsən səni kəsəcəm, doğrayacam. Ağacı sizi görmür və sizi eşitmir də. Balta ilə gəlmisənsə, ağacı vur, ağacı zədələ. Niyə? O səsini deyək. Sonra, indi deyəcəm, sonra deyirlər ki, ağaca bir mismar vurmaq lazımdır. Və onu da əsaslandırırlar ki, ağac vurulan mismardan dəmiri mənimsəyir və məhsul verir. Xeyr. Ağacın kökü dəmiri olduğu kimi mənimsəyə bilmir. Dəmiri mənimsəməsi üçün mütləq şəkildə o maye halda olmalıdır. Bu barədə də video çəkib paylaşmışam. Bəs niyə ağaca mismar vurulduqdan sonra və yaxud da balta ilə vurub zədələdikdən sonra ağac məhsul verir? Bu yalandır, yox, yalan deyil, düzdür. Ağaca mismar vuranda biz ağacı zədələmiş oluruq. Ağaca balta ilə vurub ağacı zədələyəndə ağac fikirləşir ki, idad, mən ölürəm. Mən məhv olmağa gedirəm. Və yaxud da su stresi bayaq dedim. Su stresi yaradanda mənim suyum çatmır, mən məhv olmağa doğru gedirəm. Bəs mən təcili şəkildə əsas funksiyamı, nəsil artırmağımı yerinə yetirməliyəm. Ona görə də çiçək verir. Çiçəyi də meyvəsinə formalaşdırır əgər güclüdürsə. Güclü deyilsə, zədələsəz də, su stresi versəz də, dəmir vursaz da, nə eləsəz də, gücsüz ağac tutalım ki, ağacınızın üstü olacaq çiçək,
Amma bütün çiçəklərin hamısını tökəcək, 2-3 dənə meyvəsi qalacaq. Bu barədə dəfələrcə demişəm. Beləliklə, çox uzatmayım videonu. Yəni, tumdan bitən meyvə ağacın illərlə meyvə verməməsi bu xəstəlik, anormallıq deyil, bu təbiətin qanunudur. Ona görə də əgər bu vaxtı azaltmaq istəyirsinizsə, dediyim ən əsas üsul calaqdır. Calağını eləyirsiniz, budamasını düzgün aparırsınız. Budama ilə bağlı bir şey daha deyim. Belə bir məqalə oxumuşam ki, limonla bağlı. Tumdan bitən limonun 7-ci nəsil budağından, əgər bunu siz 3-4 ilə eləyə bilsəz, meyvə almaq olur budama ilə. Yəni, bu 7-ci nəsil budama da nədir? Limon əkdiniz, birinci budaq, bu olur birinci nəsil. Başını kəsdiniz, böyründən çıxdı, bu olur ikinci nəsil. İkinci nəslin başını kəsdiniz, yeni budaq çıxdı, üçüncü nəsil. Elə, yana doğru. 7-ci nəsil budaqdan deyirlər 3 yox, 4-5 ilə artıq limon almaq olur. Yəni 6, 7, 8 il yox, 4-5 ilə tumdan bitən limondan budama vasitəsilə məhsul almaq olar. Deməli 1 calaq, 2 budama, 3 kalium və fosfor gübrəsi, 4 su stresi. Çox uzatmayım videonu. Çalışdım mümkün qədər tez-tez danışım. Silsilə videolar çəkməkdə davam edirəm. Hələ ardı da var. Bundan qabaq video paylaşmışam. Ağacın seçilməsi. Açıq köklü və torpağın içində kulokda ağac kökü aldım. Kökünü suda yudum. Göstərdim fərqin. Kök boğazı haqqında danışdım, calaq yeri haqqında danışdım, çala haqqında danışdım, çala haqqında ətraflı video daha çəkəcəm. Naxçıvanda çala nə vaxt qazılır, Lənkəran zonasında, dağlıq zonasında, mərkəzə Aran Abşeronunda nə vaxt çala qazılır, necə qazılır, nələr edilir. O barədə çala haqqında danışdım, ağacın əkilməsi barədə danışdım bundan qabaqki video. Ondan qabaq hansı çinikdən ağaclar 100% tutur, o barədə danışdım. Tumdan bitən, yəni silsilə ardıcıl videolar çəkirəm ağacın əkilməsi barədə. Ardı da gəlir. Əgər sizə bu video maraqlı gəldisə, burada bəyən düyməsi var. Onu tıklayın. Bəyənmədisə dislike eləyin. Və şərhlər, mütləq şəkildə şərhlərinizi gözləyirəm. Çünki sizin şərhlərinizdən mənim növbəti videomun mövzusu, sizin suallarınızdan növbəti videomun mövzusu formalaşır. Bu qədər. Demək istədiyim bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Bu neçə dəqiqə oldu?